Salam hörmətli izləyicilər. İndi danışmaq istədiyim mövzu isə biz API testlərimizi etdikdə test case necə yaradırıq və nələr yazırıq içərisinə. Bu çox mühümdür, çünki biz test case yazmalıyıq və orada qeyd etməliyik ki, biz nələri test etmişik və nələr test olunub, nəticələr nə olub. Bu haqda gərək bir məlumat qeyd olunsun ki, həm özümüz üçün aydınlıq olsun, həm də ki, özümüzdən sonra kimsə bu case'lərə baxanda bilsin ki, nə qədəri test olunub, nələr test olunub və necə test olunub. Bunun üçün nə edəcəm? Mən test case'ləri bu şəkildə yazıram. Məsələn, indi burada Jira olmadığı üçün və yaxud da başqa bir management sistemi olmadığı üçün sadəcə burada Word-də bunu yazacağım. Word-də göstərəcəyim ki, necə yazacağım. Məsələn, yazılan test case 1 yazıram. Və burada qeyd edilən title kimi bir başlıq ki, yəni nəyin testidir. Description qeyd edirəm ki, yəni budur. Daha sonra isə hansı userlə bunu test etdiyimi yazıram, URL-imi yazıram və stepləri yazıram. Bir də ki, precondition unutdum, onu da yazıram. Precondition. Bu şəkildə yazdım və mən yazacağım demək API servisi üçün necə test case yazacağım, bunu göstərəcəm. API servisində mən gərək qeyd edeyim ki, biz hansı endpoint-ə sorğu atmışıq, nəticə nə olub və nəticə nə gözləyirdim. Və deməli birinci yazılan buradakı title kimi məsələn account servisinin testi. Account servisinin məsələn, hər hansı bir responsunun cavabının testimi deyim və yaxud da ki, status kodun 200 gəldiyinin testi. Belə yazıram. Description'da yazıram ki, bəs accountları gətirən servisin cavabının success olmasını yoxlamaq. Belə bir description yazıram və daha sonra precondition yazıram. Precondition nədir? Yəni, mən bu userlə bu testi eləməyim üçün mənə nə lazımdır? Hansı şərtlər ödənməlidir ki, bunu test edeyim? Adətən, məsələn, precondition'a mən yazıram ki, mən bu userlə login olmuşam, nəticə əldə edilmiş və yaxud token əldə edib, token ilə sorğu atmaq lazım. Və yaxud da ki, bu yazılan userin user sign up olmalıdır. Yəni sistemdə mövcud olmalıdır ki, bunun accountları gəlsin. Və yaxud da ola bilər userin hər hansı accountu olmalıdır. Məsələn, belə bir şey ola bilər. Və yaxud da accountu olmasa da və yaxud da ki, accountları bloklayan nəsə olmamalıdır. Blok edən nəsə olmamalıdır. Belə bir şey yaza bilərəm ki, yəni bilinsin ki, bu userdə hər hansı bir account gəlməyəndə problem nədir? Və daha sonra user hansıdır? Məsələn, hər hansı bir X bir user, məsələn, username yazmalıyam. Yəni, hansı userlə daxil olanda bu accountları görə biləcək adam. Məsələn, username XXX belə bir şey yazdım. Password bunda XXX belə yazdım. Və mən hara sorğu atmışam? Bu URL-ə sorğu atmışam. Bunu kopyalayıram, gəlin bura. Bunu qeyd edirəm və yaxud da bunu tam da buradan qeyd edə bilərəm. Bu şəkildə ki, mən bura sorğu atmışam və metodum nə olub? Metod bildiyiniz kimi bu hissədir. Yəni, get eləyəndə bu nəticə əldə olunur. Get sorğusu atmışam və nəticə nə olub? Əslində step tam da bilinir ki, burada step nədir? Çox da böyük bir step ehtiyac yoxdur, body ehtiyac yoxdur və expected result nədir? Expected resultum odur ki, bu accountları gətirsin. Əlimdə hər hansı bir şablon varsa onu gözləyə bilərəm və yaxud da ki, bu expected result məsələn 200 olmasıdır. Status kod 200 olmasını yoxlayacağım. Actual resultum nədir? İndi faktiki indiki vəziyyətimdə actual resultum elə 200'dür. Onu da yazdım ki 200. Bu status kod. Yəni 200'dür. Demək bu dan sayıla bilər. Bunun statusu dandır. Belə bir şey yazıram. Dan.
və bu adətən Jira-da belə bu şəkildə yazılır və mən bu şəkildə bunu yoxlaya bilərəm və mən başqa bir şeylər üçün yaza bilərəm. Məsələn, JSON içərisində qayıtması üçün test case yaza bilərəm. Məsələn, test case 2 olacaq o. Daha sonra məsələn yaza bilərəm ki, name-in qayıtması yoxlamaq üçün, account numberlərin düz olub olmadığını yoxlamaq üçün hər hansı bir test case-ləri yazıram və bildiyiniz kimi test case hələ bu servislərdə yazılmamış, artıq əlimizdə olmağı çox biz üçün lazımlı bir şeydir, üstünlüyüdür. Statik testingdə bu barədə danışmışdıq və hər hansı bir test case yoxlayanda burada bir problem gördükdə onun üçün bug taskı atacağıq və test case uyğunda həmən bug taskını yaradacaq. Növbəti mövzuda istəyirəm bug taskı barədə danışaram və servis testi üçün bu cürə test case yaratmaq kifayətdir və məncə bu aydındır. Biz burada nələr qeyd elədik? Bunun hansı userlə sorğu atanda bu nəticə əldə olunur. Description yazdıq, precondition yazdıq, password, username üçün passwordunu, username yazdıq, URL-ini yazdıq ki, hara sorğu atılıb, metodun nə olduğunu yazdım və expected action result yazdım. Başqa bir məsələ body olsaydı, post servis olsaydı, body'mi burada qeyd eləyərdim ki, bu body budur. Nəticənin, məsələn, qeyd eləmək istəsəydim, bunu kopyalayıb atardım bura ki, expected result'ım budur. Amma məndə indi 200 yoxladığım üçün sadəcə bunu test eləyirəm və nəticəni də burada qeyd eləyirəm ki, statusum done olub və mən bilirəm ki, test case'im success olub, test case'im öz cavabını, yəni tələbə cavab verir və mən bu şəkildə test case'lərim hamısı done olandan sonra taskıma done deyə bilərəm. Danışacağım mövzu buydu. Təşəkkürlər. İnşallah növbəti mövzuda bug taskının açılması barədə olacaq. Çox sağ olun.